Salam, hər kəs xoş gördük. Bizim Toyuqlar kanalında yeni maraqlı bir video ilə yenidən qarşınızdayam. Burada görmüş olduğunuz kimi artıq serebris cücələrimizi əsas sürüyə daxil etmişik, əsas yerə gətirmişik. İstədim bunu da sizlərlə paylaşım. Və yavaş-yavaş günümüzə doğru gedək, görək gündəlik yumurta məhsullarımız nədir. Və bir də artıq bizdə toyuqlar yavaş-yavaş kürt düşməyə başlayıblar. Burada görmüş olduğunuz bu toyuğumuz artıq dostlar kürt düşüb. Bir maşallahınızı alaram. Ördəyimiz bildiyiniz kimi kürt düşmüşdü. İndi artıq bu toyuğumuz da kürt düşüb. Yumurtalar da belədir. İndi tam göstərə bilmirəm sizə ümumi vəziyyəti. Burada 2 yumurta var. Görünür də. İndi toyuq orada oturub serebristimiz. Burada bir yumurta. İndi bunun da altında yəqin ki yumurta var. Bugün əsas məsələ həmin o gördüyünüz o toyuğu kürt yatızdıracağıq. Altına yumurta qoyarıq. Bu da deyəsən burada yumurtalamaq istəyir. Narahat etmirəm. Videonun sonunda bircə yaxınlaşıb sonda baxarıq, görək nə qədər yumurtamız var. Maşallah olsun, artıq 20-dən çox yumurta verirlər. Bunlar da bura keçirməkdə məqsədim odur ki, artıq böyüyüblər, 4 aylığı var. Yəni yavaş-yavaş bu toyuqlara da öyrəşsinlər. Toyuqlar da onlara nəsə öyrətsin, belə deyək. Bildiyiniz kimi bu cücələrə sirkəli su verirəm. Bir ayından başlayaraq sirkəli su ilə bağlı kanalımda maraqlı videolar var. Kesit edib onlara da baxa bilərsiniz. Məncə sizin təsərrüfatınızda işlərinizə yaraya biləcək bir videodur. Toyuğumuz da maşallah orada qəşəng səslər verir. Ətrafında maşallah toyuqlarımız çoxdur. İndi bizim ördəklərimiz də var dostlar. Keçən videoda göstərmişəm. O ördəkləri də inşallah gətirib indi birazdan bura qoyacağam. O ördəkləri də yığacağam. Bura 4 ədəd ördəyimiz var. Hazırdır buranın yeri. Talaşalıdır. Və aparıb bu toyuğumuzu həmin ördəklərin yerində sakit ortamda kürt yatıracağam. Toyuğumuz bilmirəm nə danışır, nə söyləyir. Bu arada kanalıma hələ də abunə olmamışsansa abunə ol, dəstək məqsədilə. Mən sizdən dostlar pul istəmirəm. Sadəcə olaraq kanalıma abunə olmağınızı istəyirəm. Dəstək məqsədilə. Əgər sizin üçün də bir problem yoxsa kanalıma abunə olun. Bir-birindən maraqlı videolar var kanalımızda. İndi bura mən videolarımızı izləyib, amma abunə olmadan çıxıb gedənlərin statistikasını da qoyacağım. Siz özünüz də şahid olacaqsınız. İnsanlar izləyirlər, amma bəzi insanlar var ki, abunə olmurlar. Bu videoya bir like və bir rəy yazsanız əla olar. Daha da irəli gedər kanalımız sizlərin sayəsində. Hər birinizə indidən dərin təşəkkürümü bildirirəm. İndi keçək yavaş-yavaş işlərə. Birinci gedək ördək balalarımızı, qılışlarımızı gətirək qoyaq bu hinə. Ondan sonra toyuğumuz üçün folluq hazırlayaq. Altına yumurtalar yığaq. Sonra da gələk toyuğumuzu götürək, aparaq kürt bastırmağa və biraz da toyuqlar necə kürt düşür, ümumiyyətlə bu inkubasiya prosesi necə baş verir, nələr olur, hamısını ətraflı bu videoda danışacağım. Deməli dostlar, toyuğumuzun kürt yatacağı yeri hazırladım və yumurtalarını da görmüş olduğunuz kimi bura yığmışam. Bilməyənlər üçün də qeyd edim ki, yumurtaları toyuğun altına necə yığmaq lazımdır. Təmiz olmalıdır yumurtalar, ilk öncə onu deyim. Yuyulmamış olmalıdır. Təmiz, amma yuyulmamış yumurtalar olmalıdır dostlar. Çalışın ki, yumurtaların həzmi eyni boyda olsun. Nə çox böyük olsun, nə də çox balaca olsun. Bir ipucu da verim dostlar sizə. Yumurtaları qaranlıq, sərin yerdə saxlayın ki, bala çıxartma qabiliyyətini itirməsinlər. Və çalışın ki, yumurtaları eyni anda qoyun, eyni vaxtda qoyun. Tək-tək, yəni əlavə yumurtalar bu folluğa əlavə etmək olmaz. Çünki balanı çıxartdıqdan sonra əksəriyyətini, sonra 1-1, 2-2 bala həm əzilə bilər, həm də belə deyim, onun o qədər də effektivliyi olmur məhsulları baxımından. Yumurtaları da belə dairəvi, ellipsoid qoya bilərsiniz. Yəni toyuq onsuz da onu özü istədiyi kimi özünə uyğunlaşdıracaq, özü belə deyim yırğalayıb öz istədiyi formaya salacaqdır. Və yumurta sayda ən ideal say 8-12 ədəd olmalıdır yumurtaların sayı. Toyuğunuz balacadırsa 8 ədəddən başlaya bilərsiniz. Əgər biraz böyüksə 12 və yaxud da biraz da istəsəniz bunu çoxalda bilərsiniz. Amma məncə 12 ədəd məncə yetərlidir. Çox yumurta qoymaq olmaz. Artıq tama baş yarar. Və əlavə olaraq görmüş olduğunuz kimi yumurtalar belə bir-birinə sıx olsunlar. Yəni ara məsafələri çox olmasın. Dediyim kimi bayaq toyuq onsuz da bunu istədiyi kimi
yırğalayıb öz istədiyi formaya salacaqdır. İndi əsas məsələ var, gedib indi toyuğu gətirməli. Necə gətirəcəyik? Yumuşaq şəkildə, rahat şəkildə, toyuğu incitmədən gətirib bu yumurtaların üzərinə qoyacağım. İndi mən burada işığı da söndürəcəm təbii ki. Buranı belə göstərdim ki, sizlər də görəsiniz. Vəziyyət necədir? Daha aydın, daha rahat şəkildə buranı çəkib sizə göstərə bilmək üçün işığı da yandırmışdım. İndi işığı söndürəcəm və gedib oradakı kürt toyuğumuzu gətirib buraya yerləşdirəcəm. İnşallah yaxşı nəticəni də sizlərlə paylaşacağam. Sizlərdə vəziyyət necədir? Toyuqlarınızdan kürt düşən varmı? Ümumiyyətlə toyuqlarınızın altına nə qədər yumurta qoyursunuz? Bunlar da rəy bölməsində yazaraq öz fikirlərinizi bildirə bilərsiniz. Əlavə olaraq toyuqlarınızın kürt düşməsi üçün nələrdən istifadə edirsiniz? Və yaxud da kürt düşən toyuğu əgər istəmirsinizsə kürt düşməməsi üçün hansı vasitələrdən istifadə etdiyinizdə rəy bölməsində qeyd etsəniz əla olar. Yumurtaları da görmüş olduğunuz üçün belə bir samanın üzərinə qoymuşam. Əlavə olaraq əgər saman yoxdursa yonqardan da istifadə edə bilərsiniz. Yəni apilka dülgərlərin əksəriyyətində olur. Toyuğumuzu bura gətirməkdə əsas məqsədim də odur ki, digər toyuqlardan uzaq tutmaqdır məqsədim. Çünki onu bu kürt dövründə, inkubasiya dövründə digər toyuqlarımız narahat etməyini əlbəttə ki istəmirəm. Toyuğumuzu yatızdırandan sonra, toyuğu öz yerinə öyrəşəndən sonra yemində, suyunda yaxınlığına qoyacağam. Elə bura böyük yerdir, yəni ən azından 30 ədəd düzə saxlamışam burada. Biraz önce ördəklərimiz də burada idi. Balaca ördəklərimiz, onların da yerini dəyişib digər hinimizi aparmışam. Yəni rahat toyuğumuz burada öz inkubasiya dövrünü keçirdəcəkdir. İndi isə gedək dostlar toyuğumuzu gətirməyə. Toyuğumuzun bir də burada özünə belə bir çuxur yaradıb torpaq varması qəbul edir. Belə varnalar toyuqları bitlərdən, birələrdən qoruyur. Həqiqətən də yaxşı üsuldur. Toyuqlar özləri bunu kəşf ediblər. İndi isə gedək folluğumuz tərəfə. Ümumi vəziyyəti öyrənək. İşığı hələ də söndürməmişdim. Toyuqlarımız yatmaq istəyirlər yumurtaya. Burada da bir servisimiz var. Yol verək çıxsın toyuğumuz. Yumurtalar da dostlar görürsünüz bugünün yumurtalarıdır. Burada 3 ədəd yumurtamız var. Bu qara qız da burada yumurtasına baxır deyəsən. Bu da bizim kürt toyuğumuzdur. İndi bunu əsas məsələ buradan götürməkdir. Sakitçiliklə belə deyək. Burada da bir servis toyuğumuz yatır. Dostlar toyuğumuzu götürmüşəm. İndi yavaş-yavaş buradakı yumurtaların üzərinə yerləşdirəcəm. Ehmallıca. İnşallah yaxşı nəticələr. Dostlar toyuğumuzu kürt yatızdırdım və istəyirəm ördəyimizi də paylaşım sizlərlə. Görək onun vəziyyəti necədir. Bu erkək ördəyimiz də burada keşik çəkir. Çox narahat etmək istəmirəm heyvanlarımızı. Toyuğum da yerinə öyrəşsin. Bu da bizim dostlar ördəyimiz idi. Bu da dostlar bizim ördəyimiz idi. Çox narahat etmək istəmirəm. Narahatçılıq vermək istəmirəm ördəyimizə. Aprelin 1-dən artıq kürt düşüb, kürt yatır. Bugün də aprel ayının 8-idir. Toyuğumuz artıq yumurtaların üstündə. Belə deyim, kürt yatır. İnkubasiya dövrünə başladı. Demək olar ki, ikisi də hardasa eyni günə gəlib düşəcəklər. Aralarında bir-iki gün yəqin ki fərq olar. Videonu dostlar artıq burada yekunlaşdırıram. Hər birinizə təşəkkür edirəm bura qədər izlədiyinizə görə. Yeni videolardan, maraqlı videolardan xəbər tutmaq istərsinizsə kanalımıza abunə olun və videonu bəyənin, fikirlərinizi də rəy bölməsində qeyd edin. Allah amanında olun, görüşənədək.